Soruşursunuz, Nazlı xanım, qorxulu xəstəliyi olan qaraciyər sirrozunun ilkin əlamətləri nədir? Bəli, qaraciyər sirrozu qorxulu xəstəlikdir. Bir çox səbəbdən xronik qaraciyər xəstəliklərinin son nəticəsidir. Bax belə gözəl qaraciyərimiz, sığallı halda olan qaraciyərimiz fibrozlaşır, bərkiyir, qaraciyər sirrozu formalaşır və qaraciyər öz funksiyalarını yerinə yetirə bilmir. Bu zamanda bir çox şikayətlər meydana çıxır. Qaraciyər sirrozunun ilkin əlamətləri başqa xəstəliklərdə də göründüyünə görə siz bunun qaraciyərlə bağlı olmadığını düşünə bilərsiniz. Lakin mən bunları mütləq xatırlatmaq istəyirəm. İlkin olaraq qaraciyər sirrozunda görülə bilən əlamətlər halsızlıq, əzginlik, tez yorulma, enerji düşüklüyü, mədə-bağırsaq sistemi ilə əlaqədar olaraq iştahsızlıq, çəki itkisi, yağlı yeməklərdən sonra xüsusilə sağ qabırğanın altında ağrı, ürək bulanma, qusma, köp, bax bu şikayətlərin hamısını biz görə bilərik. Lakin başqa xəstəliklərdə də görüldüyü üçün insanlar qaraciyər sirrozundan şübhələnmirlər. Mən sirrozun spesifik əlamətlərindən danışmaq istəyirəm. Yəni sırf qaraciyər sirrozuna xas olan əlamətlərindən danışmaq istəyirəm ki, hansı hallarda siz narahat olmalısınız və dərhal həkimə müraciət etməlisiniz. Dərinin rənginin saralması, gözün sklerasının saralması, sidiyin rənginin tütləşməsi, nəcisin rənginin açılması, bütün bu əlamətlər qaraciyər sirrozunun əlamətləridir. Həmçinin dəridə quruluq, qaşınma səbəbsiz, xüsusən də axşam saatlarında, həmçinin əlin içərinin qızarması, buna tibbdə palmar eritem deyirik. Bundan başqa dərinin üzərində hörümçəyə bənzər angiomaların olması, belə deyək də, kapillyarların dəri səthinə daha yaxın yerləşməsi ilə əlaqədar olur. Bütün bunlar qaraciyər sirrozunun dəri əlamətləri kimi özünü göstərir. Lakin çox təəssüflər olsun ki, artıq bu əlamətləri biləndə sirroz yaranmış olur və çox gec olur. Kompensator sirrozdan danışırıq. Lakin dekompensasiya sirrozu isə çox ağır bir mərhələdir. Bu zaman isə qida borusu varislərində qanaxma, qida borusu varislərində genişlənmə, qarnına su yığılması, yəni asit kimi, hepatik ensefalopatiya, yəni artıq xəstənin huşunun pisləşməsi, yaddaş zəifliyi, yaxınlarını tanımama, qoyduğu əşyaların yerini unutma kimi ağırlaşmalarla xəstələr üz-üzə qalırlar. Yəni yuxarıda saydığım ilkin əlamətlər varsa, mütləq həkimə müraciət eləyin ki, artıq o sirrotik mərhələyə keçməmiş, sizin qaraciyər xəstəliyinizin səbəbi məlum olsun. Bu virusdurmu, qaraciyər yağlanmasıdırmı, şəkərli diabetdirmi, insulin dirəncidirmi, hansı səbəbdirsə, o səbəb müalicə olunsun ki, sirrozla qarşı-qarşıya qalmayasınız.